Salam dostlar, hər vaxtınız xeyir. Necəsiz? Ümid edirəm işləriniz qaydasındadır. Bugün yeni bir bölməyə keçirik. Məlumatların təsviri, hadisələr. Gəlin baxaq. Xətti diaqram. Siz daha öncə 1-ci və 2-ci sinifdə diaqram mövzusu ilə tanışsınız. Cədvəllərlə tanışsınız. Bizim hal-hazırda belə bir cədvəlimiz görünür. Saatlar verilib və maşın sayı görülür. 18:00-da 20, 19:00-da 40 və 20:00-da 50, 21:00-da 20, 22:00-da isə 10 maşının sayı olduğu göstərilir. Bunu isə diaqramda bizə belə göstərir. Onun artdığını göstərir və saatları düzübdür və rəngləyibdir, bu cür şəkildə fərqləndiribdir. Baxın, bu diaqramla bu diaqramı bir-birindən fərqləndirən nədir? Baxın, bunun adı xətti diaqram olacaq. Əslində məntiq eyni məntiqdir. Baxın, 18:00 20-dir. Görürsüz? Məsələsi üçün. 19:00 neçədir? 40. 40-a qədər rəngləyirik. Məsələsi üçün 20:00 neçədir? 20:00 50-dir. 50-yə qədər rəngləyirik. Əslində yenə də eyni məntiqdir. Məsələsi üçün 21:00-da 20-dir. 20-yə qədər rəngləyirik. (22:00-da) indi oranı gərək rənglərindən rəngləyərdik. Heç bir problem yoxdur. 10 olubdur. Mən müəyyən rənglərlə rənglədim. Gördüyünüz kimi. Gəlin baxaq. Bizə verilən suallara baxaq. Diaqramda hansı oxşar və fərqli cəhətlər var? Saat neçədə? Diaqramın hansı oxşar və fərqli cəhətləri var? Oxşar cəhətləri yenə də sayları eynidir. Saatlar eynidir. 18-dən 22-yə qədərdir. Rəqəmlərdə kiçik bir dəyişiklik olub. Burada 60-a qədər maşın sayı qeyd olunubdur. Bir də ki, burada rənglənib sütun şəkildə, burada xətti şəkildə göstərilibdir. Saat neçədə dayanacaqdır? Ən çox maşın olacaq. Ən çox olan maşın biz görürük ki, 22:00-da 50 maşın olacaq. Burada isə baxaq. 20:00-da 50 maşın olacaq. Burada isə baxaq. 20:00-da yenə də 50 maşın olduğu görsənilir. Bu sualımızın cavabı 20:00-da 50 maşın. Mavi xəttin qalxıb enməsini necə izah edərdin? Saatlarda, deməli, müəyyən saatlarda dayanan maşınların sayından asılı olaraq qalxıb enir. Xətti diaqram iki sütunlu diaqram. Bizim indi növbəti keçəcəyimiz mövzu bu olacaq. Gəlin sizi müəyyən elektron vasitələrlə tanış edin. Deməli, Mass Games adlı bir sayta daxil oluruq və bizim üçün açılır. Mən səhifəni tərcümə eləmişəm. Telefonumda 3 nöqtəyə daxil olaraq çevirmədən istifadə etmişəm. Kompüterinizdə də yenə də səhifə çevirməsindən istifadə edə bilərsiniz. Çevir sözündən istifadə edərək Azərbaycan dilinə çevirmişəm. Ən çox pələng ovuna hansı ildə baş verdiyini öyrənmək üçün aşağıdakı deməli qrafikdən bir xətli diaqramda fikir verdinizsə, asandır bu. Deyir ki, ən çox pələng ovu. Ən çox burada görürəm ki, nöqtə ən yuxarı buradadır. Üstlərinə basanda 2010-cu il 90 ədəd. Və mən burada 2010-u seçirəm. Növbəti suala keçirəm. Aşağıdakı bu Michael 5 həftə ərzində məktəbdə neçə saat keçirdiyini göstərir. Ən çox, yenə ən çox dediyi üçün birinci həftə 60 dənə olacaq. Dostlar, indi isə iki xətli diaqramı göstərirəm. Gəlin baxaq. Baxın, yenə də mənə ingilis dilində gələcək və mən bunu tərcümə eləməliyəm. Çevir sözündən istifadə edirəm. Dili çevirdim. Aşağıdakı qrafik müxtəlif aylarda kütləvi kitabxanadan yoxlanılan qeyri-bədii və bədii kitabların sayı göstərir. Fiction, non-fiction. Yəqin ki, fiction bədidir, non-fiction isə qeyri-bədidir. May ayında qeyri-bədii, may ayından söhbət gedir. Qeyri-bədii hansıydı? Mavi rəngdə. Neçə dənə olubdu? Mavi may ayında 50 dənə olubdu. Buraya yazırıq 50.
Növbəti suala keçirik. Növbəti sualımıza baxaq. Diana bir şirkətin sahibidir. İşçilərin məhsullarını müqayisə etməyə çalışır. Aşağıdakı qrafik işçi Antoni və Averinin müxtəlif aylarda yerinə yetirdiyi tapşırıqların sayını göstərir. Antoni deməli iyul ayında neçə tapşırığı yerinə yetirdi? Antoni demək istəyir yəqin. İyul ayını soruşur. Mavi rəng iyul ayı. Mavi 0'dır. Qeyd edək 0. Bax, bu cür şəkildə oynaya bilərsiniz. Keçək dərsimizə. Tək şagirdlər yox, müəllimlər də bundan dərs zamanı sinifdə istifadə edə bilər. Bəzi kəmiyyətlərin zamana görə dəyişməsini təsvir etmək üçün xətti diaqramdan istifadə olunur. Yəni, dəyişimi görmək üçün. Bu diaqramlarda məlumatlar nöqtələrlə qeyd olunur və xətlərlə birləşdirilir. Məsələn, xətt diaqramda 5 ay ərzində məktəb üzrə ekskursiya gedən 3-cü sinif şagirdlərinin sayı göstərilibdir. Hansı ekskursiya ən çox gedib? Yəni, ən hündürdə olanın ən çox olduğunu görmək olur. Düzdürmü? Deməli, noyabr ayında 300 şagird gedib. Noyabrda ekskursiyaya gedən, sentyabr ayında gedəndən nə qədər çox olubdur? Noyabrda deməli 300'dür. Sentyabra baxaq. Sentyabrda isə 150'dir. Çıxanda elə 150 eləyir. Gəlin baxaq, bələdçi hissəsinə baxaq. Həftənin 5 gün ərzində satılan kino biletlərinin sayı xətti diaqramda təsvir olunub. Şənbə günü neçə bilet sayılıbdır? Bunu qırmızı rənglə göstəribdir. Ən çox bilet sayılan, baxırıq, bazar günü satılıbdır. 300 bilet bazar günü. Hansı günlər eyni sayda bilet satılıbdır? Eyni sayda bərabərləşən cümə axşamı və cümə. Şənbə günü, çərşənbə günündən neçə çox bilet satılıbdır? Şənbə günü 200. Çərşənbə günü 50. 200'dən 50 çıxsaq 150. 5 gün ərzində cəmi deyir. Çərşənbə günü 50. Cümə axşamı 100. Cümə 100. Şənbə 200. Bazar gündə 300. Bunlar bir yerdə eləyir. 250, 200, 450, 453. 750. Keçək növbətisinə. Birinci misal. Xətti diaqramda bambuk ağacının bəzi növlərinin bir neçə gündə hündürlüyü haqqında məlumat verib. Bambuk ağacının hündürlüyü 6-cı gün neçə santimetr olmuşdu? 6-cı gün 18 santimetr. Neçənci gün bambuk ağacının hündürlüyü 16 olubdu. 16. 5-ci gün. Bu məlumatları əks edən sütunlu diaqram qurun. Gəlin quraq. Deməli, ilk başlayanda 4 santimetr olubdu. Birinci gün 4 santimetr olubdu. Belə qeyd edirik. İkinci gün 6 santimetr. Üçüncü gün 8. Dördüncü gün 12. Düz aralı olsa daha yaxşı olar. Bir damadan bir aralı olsa. İndi burada mən çəkildiyinə görə üzərində işləyirəm. 5-ci gün 16 oldu. 7-ci gün hansı rəngdə
istifadə edək. Renkdən istifadə edək. 7-ci gündə 18. Beləcə yazıb dəftərinizə çəkirsiniz bunu. Keçək növbəti. İki müxtəlif obyektin göstəricilərini diaqramda təsvir etməklə onları müqayisə etmək olar. Məsələn, yandakı iki sütunlu xətti diaqramda Lalə və Samirin yay aylarında oxuduqları kitabların sayı təsvir olunubdur. Lalə qırmızını göstərir, Samir nəyi göstərir? Mavini göstərmiş olur. Baxaq. Məsələn, iyul ayındakı məlumata baxaq. İyul ayında Lalə nə qədərdir? 8. Bəs digər şagird Samir mavi rəngdə idi 4. Bu 8 oldu, bu da 4 oldu. Bunu eyni zamanda xətti diaqramda da göstərilibdir. Baxın, fikir versiniz, görəcəksiniz. Keçək tapşırıq 2-yə. Xətti diaqramda 5 gün ərzində marketdə satılan şokolad və çay qutularının sayı göstərilib. Hansı gün 20 şokolad satılıbdır? Şokolad qırmızı rəngdədir. 20 dənə olan şokolad hansı gündür? Şokolad qırmızı 20 olan cümə axşamı. Cümə axşamı. Cümə günü neçə qutu satılıb? Cümə günü. Çay qutusundan sonra cümə günü. Çay neçə mavi rəngdədir? 20 qutu. Hansı güllər eyni sayda satılıbdır? Baxaq, eyni sayda toqquşduqları yer buradır. Cümə axşamı. Cümə axşamı. Xətti diaqrama əsasən iki sütunlu diaqram qurun. Gəlin quraq. Deməli, biz burada mən çəkmişəm. Diaqram indi rəngləmək qalıbdır. Deməli, çərşənbə mavi 10-dur. Cümə axşamı 20-dir. Cümə 20-dir. Şənbə 25-dir. Səliqəli rəngləyin 25-dir. Və bazar günü 30-dur. İndi isə keçək qırmızı rəngimizə. 15, 20 bərabər idilər. 10, yaxşı rənglənmədi. 10, 20, 25. Səliqəli bu cür şəkildə mavi və qırmızı olaraq rəngləyirsiniz. İndi gərək bunun rəngini biraz daha tünd edərdim. Keçək üçüncüyə. Üçüncüdə bizdən nə istəyir? Deyir ki, cədvəl və diaqramda həftənin bəzi günlərini meyvə və tərəvəz satışından əldə edilən gəlir göstərilib. Cədvələ əsasən diaqramdakı səhvləri tapın. Gəlin baxaq. Meyvə 200, tərəvəz 100, şənbə günü 300, 400. Bazar günü 400, 300. Tamam, baxdıq. Gəlin səhvləri buradan tapaq və üzərində düzəliş edək. Cümə günü biri 200-dür, biri 100-dür. 200 olan hansıdır? Meyvə. Meyvə nə rəngdədir? Qırmızı rəngdədir, düzdür? Meyvə qırmızı rəngdədirsə, qırmızı rəng 200-ə qədər getməli idi. Bax, belə olmalı idi. Cümə günü meyvə 200 olmalı idi. Qırmızı rənginə eləyək bunu. Qırmızı rəng bura qədər olmalıdır. Səhvi tapdıq. Sonra şənbə günü. Tərəvəz düz idi, 100-dür. Şənbə günü 300, 400 olmalı idi. Tərəvəz, amma tərəvəz mavi rəngdədir, 400 deyil. Deməli, biz onu nə edəcəyik? Deməli, onu biz mavi rəngimizi 400-ə qaldırmalıyıq. Bu nə deməkdir? 400-ə qədər qalxmalıdır, bax belə. Və mən onu rəngləyəcəm. Mavi rəng.
Bax, bura qədər rəngləyəcəm. Sonra baxıram bazar günü 400, 300. Meyvə 400. Bax, 400 olmalıydı meyvə. Bura qədər olmalıydı. Meyvə 400 olmalıydı belə. Tərəvəz 300'dür. Amma 200 göstərir. Deməli, bura qədər qalxmalıydı. Mavi rəngdən istifadə edək. Bura mavi rəng. Bax, bu cür olmalıdır. Baxın, səhvləri düzəldib yazdım. Üzərində göstərdim. Gəlin, indi buradakı səhvlərə baxaq. Cümə günü tərəvəz, mavi tərəvəzdir. Tərəvəz 100'dür. Bu qırmızı harda olmalıydı? Qırmızı olmalıydı. Deməli, bax burada. 200'ün üstündə. Nöqtəsi burada olmalıydı. Burada yox. Gəlin onun onda nöqtəsini belə olmalıydı. Ağardaq. Bu bizim pozağımızdır. Pozaq. Bunun çünki səhv ediblər. Sonra baxıram şənbə günü. Şənbə günü 300 meyvədir, qırmızı meyvədir. Tərəvəz nə qədərdir? Tərəvəz 400'dür. Bura çıxmalıydı tərəvəz. Mavi rəng. Mavi rəng burada olmalıdır nöqtəsi. Yəni belə çıxmalıydı. Deməli, bu səhv olubdur. Buranı da pozaq. Bura yox. Bura olmamalıydı. 400'ə qalxmalıydı. Belə olmalıydı. İndi keçək növbətisinə. Növbətisində baxaq görək. Bazar günü. Bazar günü 400. Bazar günü 400 meyvə. 300'də tərəvəz. Tərəvəz 300'dür. Burada problemimiz yoxdur. Tərəvəz zaten 300'dür. Tərəvəzə baxaq, 300'dür. Doğrudur. Amma meyvəm harda olmalıydı? Meyvəm 400 olmalıydı. Qırmızı. Qırmızı 400 olmalıydı. Bax, burada olmalıydı qırmızı. Meyvə 200, 300, 400. Bax, belə artmalıydı. Belə artmalıydı. Mən də oradakini siləcəm. Bunu siləcəm. Meyvəni düz eləməyibdir. Meyvəmizi düz elədik. Baxın, deməli, mavi rəngdə tərəvəz necə artır? 100, 400, sonra 300. 100, 400, sonra 300. Bu cür olmalıdır. Yəni, səhvlərin üzərində düzəliş etmiş olduq. Keçək iş dəftərinə. Keçək xətti diaqramımıza. Bizə nə veribdir? Deyir ki, xətti diaqramın 5 ayırdan xalça muzeyinə gedən turistlərin sayı haqqında məlumat verilib. Verilən məlumatlar sütunlu diaqramda təsvir sualları cavablandır. İyun ərzində. İyunda deməli 200 nəfər gediblər. 200. Onu qəşəng səliqəli çəkək. İyulda 100. İyulda 100 nəfər gediblər. Avqustda 250. Sentyabrda 200. Sentyabrdan sonra oktyabrda da 200 gedibdir. Tamamladıq. İndi rəngləmə işinə başlayaq. Bunu fərqli rənglərlə də rəngləyə bilərsiniz. Mən indi eyni rənglə rənglədim, amma siz bunu fərqli rənglərlə eləsəz daha məqsədə uyğun olar. İyun ayında muzeyə gedən neçə turist gəlibdir? İyun ayında 200. Muzeyə ən çox turist hansı aylarda gəlib? Ən az iyul. Ən çox avqust.
Hansı ayda turistlərin sayı əvvəlkindən daha çox olubdu? Hansı ayda turistlərin sayı əvvəlki aydan daha çox olub? Avqust ayında. Yəni hansı aylarda muzeyə ilə eyni sayda turist gəlibdi? Sentyabr, oktyabr. Beş ayda muzeyə cəmi neçə turist gəlibdi? 200, üstə gəl 100, 300, 250, 550, 550-nin üstə 200, 750, 750-nin üstə 200, 950. Xətti diaqramda idmançılar müxtəlif illərdə beynəlxalq yarışda qazandıqları qızıl və gümüş medalların sayı təsvir edin. Sualları cavablandır. Ən çox qızıl medal hansı ildə qazanılıb? Ən çox qızıl sarıdır. Sarının ən yüksək olduğu bu. Neçənci ildə? 2016. Bax, qızılın 2016-cı ildə 300 qazanıbdır. Ən az hansı gümüş medal? Qaradan söhbət gedir. Ən az, bax buradadır. 2004-də. Ən çox hansı ildə medal qazanılıbdı? Ən çox medal qazanılan 2016-cı ildədir. Xətti diaqrama əsasən üstünlük diaqramı tamamla. Gəlin tamamlayaq. 2004-də hər ikisi 50-50'dir. Baxın, ikisi bərabərdir 50-50. Bu doğrudur. 2008-də 150 gümüş, bəs qızıl 200. Bunu sarı rənglə rəngləyək. Qızıl rəng tapa bilmədim. Sonra 2012-ci ilə baxıram ki, yenə eynidir. Baxın, eynidir. Bunu da boz rənglə rəngləyək. Boz yoxdur mu? Yox, belə rənglə rəngləyərik. Sonra baxırıq görək. 2016-cı ildə gümüş nə qədər olubdu? 250. Gümüş 250 bura qədər olacaq. 250. Bəs o biri 300. Qızılı 300. Belə axıra kimi çəkmiş olacaqsınız. Keçək növbəti suala. Günah baxan bitkisinin 7 həftə ərzində hündürlüyü xətti diaqramda təsvir olunub. 3-cü həftə bitkinin hündürlüyü nə qədər olubdu? 3-cü həftə 40 olubdu. 40 santimetr. Hansı həftə bitkinin hündürlüyü 70 olub? 70. Baxıram 4-cü həftə. Hansı həftə bitkilərin hündürlüyü eyni qaldı? Eyni qalan, bax, son 2 həftə oldu. 7 və 6. 6 və 7-ci gün. 7 həftə ərzində bitkinin hündürlüyü nə qədər artdı? Yəni 7-ci həftənin sonunda 90 santimetr qalxmış oldum. Xətti diaqramda 6 ay ərzində ailənin büdcənin aylıq gəliri və xərc haqqında məlumat verilibdi. Hansı aylarda ailənin gəliri ən çox olmuşdu? Gəlir qırmızı rəngdədir. Ən çox olan baxıram ki, hansı aylarda? Mart, may və iyunda eyni olub. Baxın 900 olubdu gəliri. Fikir verirsiniz 900'ə baxın. Mart, may, iyun.
Hansı aylarda 700 manat xərc 700 manatdan azdır? Xərc mavi rəngdə 700-dən azdır. 700-dən az olan 500'dür. Yanvar, fevral. Fevral. Növbəti tapşırıq xətti diaqrama əsasən iki sütunlu diaqramı tamamla. Gəlin baxaq. Yanvar ayında 500 mavi rəngdir. Aha, doğrudur. 600 isə qırmızı rəngdir. Doğrudur. Fevrala keçək. Fevral nə qədərdir? Fevralda 500'dür mavi rəng. 500 olmalıdır. %700 isə gəlirdi. Baxaq, gəlir düzdür. Burada problem yoxdur. Martda gəlir 900. Mavi rəng 700'dür. Daha sonra aprel ayına baxırıq. Mavini veribdi apreldə mavi ilə qırmızı eyni 800'dür. Baxıram mavi 800 olaraq verilib. Qırmızı da ondan nədir? Bir boydadır. Qırmızı rənglə rəngləyirik. Keçirik sonuncuya. Sonuncuda deməli may ayında. May ayında 900 gəlir olubdu. Bəs şey nə qədər olubdu? Mavi rəng 700 olubdu. 700 olubdu. Qeyd edirik belə. Keçək iyun ayına. İyun ayında ikisi də verilməyibdir. Qırmızı rəng nə qədərdir? 900. Mavi rəng nə qədərdir? Qırmızı 900'dür. Mavi isə 800, ondan azdır. Mavi 800. Mavi 800, qırmızı 900. Bu cür yazdıq, diaqramımızı tamamladıq. Keçək növbətinə. Hər ay üçün aylıq yığımı hesabla və cədvəli doldur. Aylıq yığımı hesabla və cədvələ əsasən müxtəlif suallar ver, onları cavablandır. Bizdə qayda düstur nə idi? Gəlirdən xərci çıxanda nə qalırdı? Gəlirdən xərci çıxanda yığım qalırdı. Deməli bizim yanvar ayına baxırıq. Yanvar ayımızda gəlirimiz 600'dür, xərcimiz 500'dür. 600'dən də 500 çıxanda 100 qalır yığım. 700 fevral ayında gəlirdi, xərcimiz 500. 700'dən 500 çıxanda 200. Mart ayında gəlirimiz 900'dür, xərcimiz 700 çıxanda 200. Aprel ayına baxırıq, gəlir və xərc eynidir. Nə qədər? 800'dən 800 çıxanda heç nə 0. Yığım 0. Baxıram may ayı üçün. Mayda 900 gəlirdi, xərc 700 çıxanda 200. İyun ayında 900 gəlir, xərc 100'dür. 800'dür. 100 çıxanda deməli 900 gəlirdi, 800 xərc çıxanda 100 qalır. Qeyd elədik, sonra müxtəlif suallar ver. Məsələn, deyə bilərəm ki, hansı ayda yığım 0'dır? Hansı ayda yığım olmayacaq? Yəni, gəlir də xərc də bir-birinə bərabər olduğu üçün orada biz yığa bilmərik, pul yığmamız mümkün deyil. Bir sual da verə bilərəm ki, məsələn, bütün ayda gələn gəlirlər nə qədərdir? Və yaxud da ki, bütün aylarda xərclər cəmi nə qədər xərc edilibdir? Və yaxud da deyə bilərəm ki,
6 ayın sonunda nə qədər pul yığılmışdır? Yanvardan deyərik ki, yanvar ayından iyun ayına qədər nə qədər pul yığılmışdır? Nə qədər pul yığılmışdır? Belə bir neçə sualda verə bilərsiniz.